Başladıq. Deməli uşaqlar, biz bilirik ki, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin sabitlik yarada bilmədi. Nə Qaraqoyunlu, nə Ağqoyunlu dövləti vahid dövlət ola bilmədi, nə mərkəzləşmiş dövlət ola bildi, yaxşımı? Və 15-ci əsrlərin sonunda artıq mərkəzi hakimiyyət 1468-dən o tərəfə zəifləməyə başlanmışdı, yaxşımı? Uşaqlar, yadınızda qalsın, 1499-cu ildə, bax mən dedim, Ərdəbil hakimliyi dövrü nə vaxta qədər davam edir? 1494-dən 1501-ə qədər harda qalmışdı? Lahıcanda qaldı da. Diqqətli olun. Ərdəbil şeyxlərinin varisi İsmail. Lahıcandan gələcək hara? Lahıcandan uşaqlar, Lahıcandan gələcək Ərdəbilə. Aydındır. Lahıcandan hara gəldi? Ərdəbilə doğru hərəkətə başladı. Bax, yadınızda qalsın uşaqlar. İsmailin əsas vəzifəsi o idi ki, Azərbaycanda siyasi hakimiyyəti ələ alsın. Bir də Səfəviyyə müridlərini qısa müddətdə bir araya toplaya bilsin. Deməli, nə oldu? Azərbaycanda nə etmək idi mənim məqsədim? Bəli, siyasi hakimiyyəti ələ keçirtmək. Bir də nə edim? Azərbaycan Səfəv müridlərini də, yəni ki, bir yerə toplamaq. Uşaqlar, Ərdəbildə möhkəmlənə bilməyən İsmail, gəlin bir dənə xahiş edirəm, xəritəyə fikir verin. Biz İsmaildən danışırıq da, ha? Bəli, ekran tam açım. Ərdəbildə möhkəm, bax mən sizə dedim, Marağanın istiqaməti ilə Ərdəbildə. Ərdəbildə möhkəmlənə bilməyən İsmail, uşaqlar, deyəcəyin ki, nədir? Artıq İsmail gəlir Astaraya, yaxşımı? Astaraya gələndən sonra biz deyəcəyik ki, İsmail ondan sonra Astaranı da görürsünüz burada, fikir verin xəritəyə. Astaraya gəlir, bir il sonra uşaqlar Anadoluda yaşayan qızılbaş tayfalarını bir yerə toplamaq üçün gələcək Ərzincana. Xəritəyə fikir verin. Hara gəldi? Aydın oldu sizə. Deməli İsmail Ərdəbildə gələndən sonra, bir il sonra qaçdı yuxarı, fikir verin. Ərdəbildən çıxdım hara? Astaraya. Astaradan da gəldim hara? Ərzincana. Ərzincana gəlməkdə də uşaqlar, məqsədim nə idi? Buradakı olan Səfəvi müridlərini bir araya toplamaq. Uşaqlar, qızılbaşların əsas rəqibləri kimlər olub? Şirvanşahlar, Ağqoyunlular. Axı 1500-ə qədər Ağqoyunlu var, bir də Şirvanşahlar da 1538-ə qədər. Deməli, Arif, fikir verirsən mənə. 1500-cü ildə nə vaxt? 1500-cü ildə, bax, diqqətli oluruq. Ərzincan. Axı, mən getmişdim, Astaradan qaçmışdım da, getdim Ərzincana. Ərzincanda müşavirə toplayıram, deyirəm, gəlin Ərzincanda ilk zərbəni Şirvanşah Fərrux Yasara vuraq. Hansı ki, Şirvanşah Fərrux Yasar 1488-ci ilə Şaxtar döyüşündə Yaqubla birləşmişdi Şeyx Heydərə qarşı. Bax, fikir verin, qisas alacaq. 1500-cü ilin sonlarında uşaqlar İsmailin başçılığı ilə Qızılbaş qoşunu Gülüstan qalasını, yadınızda qalsın, yaxınlığında Cabanı döyüşü baş verəcək. Cabanı. Deməli, birinci müşavirəniz çağırıram. Ərzincanda müşavirə. Eyni illərdə sizi çaşdıracaq, ha. Diqqətli olun. 1500-cü ildə isə nə edirəm? Cabanı döyüşündə Qızılbaşları məğlub edirəm. Fərrux Yasar özünü asmır, nə bilim, əsir düşmür, testlər çaşdıracaq, həlak oldu. Yasar həlak olacaq, yaxşımı? Uşaqlar, Səfəvlər Şamaxını tutacaq, sayca az olmalarına baxmayaraq, yadınızda qalsın, Qızılbaşlar test verəcək. Sayca çox olmalarına əsasən qalib gəldi, xeyr. Az olmalarına baxmayaraq nə elədi? Şirvanşahlara qalib gəldi. Bu sizə aydın oldu. Diqqətiniz burada olsun. Uşaqlar, 1501-ci ildir. Bax, indi qış ayındayıq da, hə? İndi qışdan sonra nə gəlir? Yaz. Bəli, yaz. Biraz möhkəm deyin, tez deyin, hə? Yazda qalsın. Bakının üzərini qara buludlar örtəcək. Aydın oldu. Bax, yadda saxlayın, sizə bunlar çox lazım olacaq. Mən 1500 Çabanı da yazacaq, Ərzincanda yazacaq, Bakının tutulmasında yazacaq, Şərur döyüşündə yazacaq. Yəni, diqqətli olun.
Deməli mən nə dedim? 1501-ci ilin yazında Bakını uşaqlar şiddətli müqavimətdən tutandan sonra Şirvanşahların xəzinəsini ələ keçirdəcək. Paytaxt 1192-ci ildən köçmüşdü Bakıya. Xəzinə də harda yerləşir? Paytaxtda, yaxşımı? Uşaqlar Gülüstan qalasını mühasirəyə alacağam, amma qalanı mühasirəyə ala bilməyəcəm. Çünki cənubdan Ağqoyunlu Əlvənd Mirzənin yürüşü ilə əlaqədar uşaqlar yadınızda qalsın. Mən dayandıracağam, yaxşımı? Və mən əslində Əlvənd Mirzə İsmailə demişdi ki, elə al o əraziləri, oraları da idarə elə, yaxşımı, hə? Və oranın idarəsi ilə kifayətləndi. İsmail bunu rədd eləmişdi, aydındır sizə. Əslində dedi Şirvana qayıt, oranın idarəsi ilə məşğul. Əlvənd Mirzə yadınızda qalsın, Təbrizdən doğru gəlmək səbəbilə Gülüstan qalasını tuta bilməyəcəm, yaxşımı? 1501-ci ilin dedinizdə yaz ortaları olur da. Ortalarında hansı döyüş olacaq? Şərur. Yadınızda gəlir dedim Ağqoyunların birinci qolu şərə düşəcək. İsmail Mirzə yadınızda İsmail deyilmə Əlvənd Mirzə Şərur döyüşündə bəli Ağqoyunların birinci qolu məğlub olacaq və İsmail nə edəcək? Azərbaycan cənubuna doğru hərəkət edəcəkdir. Və belə deyək də bax bu müridləri o qədər davamçıları da canla başla mübarizəyə hazır idilər. Hətta deyir ki, öz şeyxləri yolunda hər an ölümə belə hazır idilər. Mənəviyyatca da möhkəm və mətin idilər. Bax bu müridləri, davamçıları. İndi fikir verirsiniz uşaqlar 1501-ci ilin bax mən nə danışdım? Yaz ayları, yazdan sonra ortaları yay oldu. Yaydan sonra nə gəlir? Yaydan sonra nə gəlir? Payız, bəli, payızında. Bax payız, z. Payız, Təbriz. Fikir verdiniz, z. Z'lara fikir verdiniz. Payızında hara gəldin? Təbrizə. Təbrizə, bəli. Təbrizə gəlməklə Ağqoyunların birinci qolu süqut eləyəcək və Azərbaycanda Səfəvlərin hakimiyyəti bərpa olunacaqdır. 1501-dən 1736-cı ilə qədər. Aydın oldu sizə? Bəli. Uşaqlar, İranda hökmranlıq edən nümayəndəsi Fars və Əcəm İraqının hakimi Murad Mirzə idi. İndi biz deyirik, almadan yemişdilər, şərə düşdülər. 1503-cü ildə də Alma bulağı döyüşü baş verəcək, yaxşımı? Təsəvvür edin, bir dənə mübaliğə işlədirik, 12 minlik qoşunla 70 minlik qoşunu məğlub eləyəndən sonra Səfəvlərin nə edəcək? Ağqoyunlu dövlətinə son qoyacaqdır. 1503-cü ildə, bax, indi gəlin mən sizə bir şeyləri deyim. Bax, bunlar yaddan çıxmasın. 1503-cü ildə, 1503-cü ildə İranın mərkəzi, fikir verin, haranı tuturlar? İranın mərkəzi, bəli, İranın mərkəzi, bir də şərq əyalətləri, şərqi, bax yenə deyirəm, Anadolu, Ərəb İraqı, Səfəvlərə qayıt. İranın mərkəzi hansı əyalətləri? Şərq, sonra hara dedim? Şərq Anadolu, Ərəb İraqı və Qafqazın mərkəzi və cənubi. Şərqi Anadolu, bir də? Qafqazın mərkəzi və cənubi. Yox, Şərqi Anadolu, Ərəb İraqı. Neçənci ildə ələ keçirildi? 1500. Bəli. Ondan sonra deyəcəyim ki, uşaqlar, Diyarbəkirdən Xorasana qədər xəritəyə fikir verin. Diyarbəkir hardadır? Bəli, Diyarbəkirdən gəlirik hara qədər? Baxın, bax bu ərazidən Xorasana qədər təxminən baxın, gələcəyin. Bax bu ərazilərə qədər. Şimal-qərbdən, Bəli, Şeybanilərin ərazisidə Xorasan. Hardan? Şimal-qərbdən, şimal-şərqə doğru. Bəli, Ayşə, şimal-qərbdən şimal. Diyarbəkirdən Xorasana qədər. Görürsüz, mən nə dedim? Xorasana qədər. Sonra deyəcəyim ki, yenə Qafqazın mərkəzini və hansı əyalətləri ələ keçirdəcək? Cənub-qərb bölgələrini. Haranı? Qafqazın, deyin görün, mərkəzi və cənub-qərb bölgələrini. Ondan sonra uşaqlar 1510-cu ildə gələcək Dərbəndi tutacaq. Ay sağ ol. Dağıstan feodallarının üzünə tabe eləyəndən sonra
1510-cu ildə biz deyəcəyik ki, uşaqlar Şirvanşahlar dövləti və Şəki hakimliyini özündən asılı vəziyyətə salır, amma daxili müstəqilliyi qalır. Təhmasib son qoyacaq. Şirvanşahlara 1538, Şəkiyə 1551. Bax mən sizdən soruşacağam. İsmail sadəcə ona görə biz Təhmasibin dövründə deyirik vahid halda birləşdirdi. İsmailə şamil eləyə bilmirik. Sadəcə İsmail nə etmişdi? Bu Dərbənd belə Şəki ilə Şirvanşahların daxili müstəqilliyi saxlamışdı. Və biz bilirik ki, ən nəhayət 1510-cu ildə Şah 1-ci İsmail Xorasana yürüş etdi. Məşhur döyüş olan Mərv döyüşü baş vermişdi ki, Özbək xan hökmdarı idi da, Şeybani xan öldürüldü. Xorasan ələ keçirdi. Amudəryadan Fərat çayına qədər ərazidə İsmailin hakimiyyətində olub, imperiya çevrildi. Amudəryadan Fərat çayına qədər olan ərazilər. Bir dənə baxın xəritədə. Amudəryanı gördünüz burada, hə? Gəlirəm Fərat çayına qədər. Dəclə və Fərat çay. Ay, sağ olun, bəli. Mərkəzə bilərəm. Bax, mən deyirəm ki, hələ görsüz, deyirdim ki, ərazisi hara qədər. Diyarbəkirdən demişdim hara qədər. Diyarbəkirdən Xorasana qədər, yaxşımı? Deməli, 1503-cü ildə hansı ərazilər özlərinə tabedir? 1503-cü ildə İranın mərkəzi və şərqi əyalətlərini, Şərqi Anadolu, Ərəb İraqını, yaxşımı? Cənubi Qafqazın cənub və qərb vilayətlərini, sonra dedik ki, Dərbəndi tutur, Dağıstan feodal hakimlərini, sonra heç nə. 1510-da da Şəki Şirvanşahları tabe eləsə də daxili müstəqilliyi qalır. Sonra nə dedik? Bəli, imperatorluğa çevirdi Mərv döyüşündən sonra. Bura qədər sizə aydın oldu. Mən necə izah verirəm, elə öyrənin ki, yadınızda qalsın. Bu bölmələr daha biraz Səfəvi Osmanlı müharibələri. Səfəvi Osmanlı gəlin müharibələrində də danışım, uşaqlar. Çaldıran döyüşündən başa çatdırım. Yox. Çaldıran döyüşünü. Ondan sonra Təhmasiblə davam elətdirəlim. Hara qədər? Bax, yenə deyirəm uşaqlar. Səfəvi Osmanlı müharibələri 2-ci Bayazid yadınızdaydı da. Onun dövründə biz deyirdik ki, 1481-1512-ci ildə 2-ci Bayaziddə nələr demişdim, saya bilərsiniz. İkinci Bayazid nə etmişdi? Nə ləqəbi götürmüşdü? Ay, say. Kimə qarşı mübarizə aparmışdı? Bəli, Venesiyalılara qarşı. Yahudilərə İspaniyada dəstək vermişdi, yaxşımı? İndi biz 2-ci Bayazidin dövründə də yadınızda qalsın. Belə deyim də, Məmlüklərlə, Səfəvlərlə yadınızda da orada deyirdim, dostluq münasibətləri saxlamışdı. Ümumiyyətlə, Səfəvi Osmanlı müharibəsinin səbəbi nədir? Bax, o səbəb var, ha. 16-cı əsrin əvvəllərində Səfəvi hökmdarları Azərbaycan və Şərqi Anadolu öz mövqelərini möhkəmləndirmək üçün Osmanlı dövləti qısqançlıqla qarşılayacaq. Yadınızdadır 1503-də dedim, Şərqi Anadoluda axı möhkəmlənibdi bunlar. Bir də uşaqlar ticarəti götürürsüz. Bax, Azərbaycan uğrunda həm Səfəvi Osmanlı yadınızda qalsın. Səfəvi Osmanlı müharibələrinin hər iki tərəfdən zəngin Azərbaycana sahib olmaq istəyirdilər. Bir də ki, Şərqi Anadoluya genişləndirmək və Azərbaycana keçən ticarət yollarına nəzarət etmək istəyirdi 1-ci Səlim. Deməli, buradan çıxır ki, nəticə etibarı ilə 1514-1555-ci illəri əhatə edir də Səfəvi Osmanlı müharibələri. Başlamasının səbəbi, birinci səbəbi nə idi? Şərqi Anadolu. Bəli, Şərqi Anadolu söhbətidir, yaxşımı? Uşaqlar, 1-ci Səlim müharibə ərəfəsində, yadınızda saxlayın, Macaristan, Venesiya sülh bağlayacaq. Hətta Şeybanilərlə axı 1510-da bu mübarizə aparmışdı. Şeybanilərdən də dəstək alacaqdı. Şah 1-ci İsmaildə uşaqlar Avropa dövlətlərlə diplomatik əlaqələr yaratmaq istəyəcək. Hətta babası Uzun Həsən kimi, yadınızdadır, Uzun Həsən belə deyim də, o da Avropalılarla Venesiya idi, bəli, 1472-ci ildə müqavilə bağlamışdı. Odlu silah almaq istəyirdi də, ticarət əlaqələrini genişləndirmək üçün. Amma uşaqlar nə Venesiya, nə də Roma papası buna göndərir, məktublar göndərir, heç bir məktuba cavab vermir. Aydındır. 1510-cu ildə uşaqlar İsmail Portuqaliya ilə əlaqə yaradacaq, yadınızda qalsın.
Qərbdən istəyirdi ki, odlu silah artilleriya mütəxəssisləri gətirsin və bu məqsədlə də Portuqaliyanın Hörmüzü ələ keçirməsinə neyəcək mane olmayacaq. Hörmüzün tutulması ilə də Səfəvlərin Hind okeanına çıxışı bağlanacaq. Baxın, buradadır Hörmüz. Bax, fikir verin. Hörmüzü gördünüz. Hörmüzün tutulması ilə Səfəvlərin Hind okeanına çıxışı bağlanır. Mən sizə demişdim ha, Trabzon tutulması ilə hara o Qaraqoyunlar, Ağqoyunların çıxışı bağlanmışdı. Avropaya çıxışı. Yox, Trabzon Qaradənizə çıxışı, bəli. Anladım. Bəli, Trabzon tutulması ilə də Qaradənizə çıxışı nə eləmişdi? Bağlanmışdı. Çaldıran döyüşündə yadınızda qalsın. 1-ci Səlim göstəriş verir. Üləmalar var idi qızılbaşlara qarşı cihad elan eləyəcəkdi. Aydın oldu. Və beləliklə də Çaldıran döyüşündə Osmanlının qalib gəlməsinin səbəbi həm say çoxluğu, həm də odlu silah. Mən Ağqoyunlu ilə Osmanlı arasında hansı döyüşdə də demişdim ki, odlu silah qalib. Otluqbeli. Bəli, Otluqbeli döyüşündə idi. Osmanlı ordusu qalib gəldi və belə deyək də Təbrizə daxil oldular. Mosula qədər ki, Şərqi və Cənub-Şərqi Anadolu torpaqlarını geri aldı. Deməli elə nə üstündə idi dava? Şərqi Anadolu. Bəli. Hansı ərazini dedim? Mosula qədər ki, Şərqi, nə dedim sizə? Cənub, Şərqi, hara? Anadolu. Geri alındı. Osmanlıların əlinə keçdi. Uşaqlar, bundan sonra biz deyəcəyik ki, Səlim burada möhkəmlənə bilmədi, amma geri qayıdarkən özü ilə Təbrizdən sənətkarları aparmışdı hara? İstanbula. Hətta Teymurun yadınızdadır, gələndə biz də demişdik ki, Monqollardır. İkinci yürüşündə bəli, sənətkarları, Təbrizi sənətkarları Qaraqoruma aparmışdı. Sonra Səfəvlərin, belə Osmanlıların geri dönməsinin səbəbi uşaqlar qızılbaşlardan ehtiyat etməsi, Səfəvlərin yeni hücum təhlükəsi idi, əskərlər də narazılıq elədi. Amma mən sizə bir şey deyim, bunu da deyim, yekunlaşdıram. Osmanlı dövləti uşaqlar Şərqi Anadoluda, Cənub-Qərbi Qafqazda ərazilər ələ keçiriləcəklər. Yadınızdadır, halbuki bu əraziləri Səfəvlər nə vaxt əldə eləmişdi? 1503 dedimi? Şərqi Anadolu, İran və İranın şərqi ərazisi, Ərəb İraqı yadınızdadır. Sonra əlavə dedimi Cənubi Qafqazın cənub və qərb. Deməli, həmən tutduğu əraziləri neynədir? Osmanlı özü ilə aldı və geri qayıtdı. Bundan sonra 1-ci Süleyman 1520-1566-cı illərdə Azərbaycana yürüşü başlayacaq. Belə. Hələlik bu qədər. Ondan sonra biz Süleymanın yürüşləri ilə bir də Təhmasibin birləşdirmə siyasətinin Orada döyüşündə ölür də, Şah İsmayıl Xətai. Yox, ondan sonra 1524-də vəfat edir Şah İsmayıl Xətai, bəli. Başqa heç nə indi keçək sual cavaba.